Dedi şahidləri yerində soruşmusan. Dedi yox. Deyir bəs yazmısan yerində soruşmusan. Dedi texniki səhvdir. Sonradan onlar yenə də sual verdilər. Artıq yerini tərk eləmişdi. Dedi yox. Deyir bəs niyə burada yazmısınız tərk eləyib? Deyir texniki səhvdir. Sonra. Ay Bəşir Bəşirov, bu necə texniki səhvdir? Nə təklif elədiniz ki, təklifinizi arzu qəbul eləmədi, belə oldu. Hani ədalət? Mən prezidentə şikayətçi olacağım. Hani ədalət? Zaten etmişdik telegram. Əvvəldən hamısı baxılsın. Bunlar siyasi mühacirlərə... Təzədən listində qarışdırırsın. Bir dəqiqə. Təzədə. Orxan Rasifoğlu dəfələrlə siyasi mühacirlərin yayınına qalxır. Mən heç bir pis niyyətim də yoxdur. Əli Rəhimovdan tutub, Adil Bləkdən tutmuş, hamısı siyasi mühacirləri, İlqar Abbasov, hamısına Aliyana siyasi mühacirlər, hansı ki bizim prezidentimizi təhdid edirlər, başını kəsərik, onları canlı yayınlarda qaldıraraq, baskı göstərərək, hətta deyirdik, gəlin, belə ifadə verin, yoxsa belə olacaq. Kim qaldırıb canlıya? Orxan Rasifoğlu. Bu niyə görə mən telegram vurdum ki, bir də məhkəmələrə buraxılmasın. Deyir, onlar vətən xaini elan olunmayıb. Necə vətən xaini elan olunmayıb ki, əgər xaricdə bunlar Mehriban xanımın üstünə cumurdular bunlar. Şəfək. Xahiş eləyirəm, Eminova Şəfək Kazım qızı. Xahiş eləyirəm, bu hamısı yenidən baxılsın. Yalandır. Necə olur ki, oğlanın atası Arzuya şikayət edirdi, gətirib 100 min verməsin. Başımı kəsici, qızın da Bakıdadır, o da polisə də müraciət etdi. Belə bir şey olar, həm güclüdülər, həm də suçludular. Xahiş eləyirəm, son Arzunun işinə yenidən baxılsın, buraxılsın Arzu. Çünki Atagil pul marağındadılar. Biz niyə görə demir ki, mənim ərim narkomandır, dava eləmişik, maşına minmişik, maşına avariya olanda orada butulka şüşələri, içki şüşələri hamısı düşüb. Niyə şahidlər soruşulmayıb? Niyə şahidlər var ki, deyir orada? Maşını harada görsənib ki, maşın arxadan gəlib, arxadan gələn maşın qabağı keçir, buna da toxunmayıb belə olub. Hani ədalət? Necə elə çıxır ki, siyasi mühacirlərə qoşulanlar qorxularından ki, şəkilləri qoyubsa öləcək, belə ədalət olacaq. Hakimin də mən təzyiqini görürdüm. Anagil şığıyırdı tərbiyəsiz şəkillə. Canlıda məhkəmə gedər prosesdə qalxırdılar, xuliqanlıq göstərirdilər, hər dəfə xəbərdarlıq edirdilər. Ata da dedi ki, Tofiq dedi ya at dedi. Dedi bizim qonşumuz polis işçidir, bu tanışdıqla bizim qonşumuz polis işçidir, bu tanışdıqla dedi ki, Tofiq dedi ya at dedi. Dedi bizim qonşumuz polis işçidir, bu tanışdıqla 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 dedi bizim qonşumuz polis işçidir, bu tanışdıqla